الحمد لله الذي يرى خفايا العيون ويعلم ما تخفي الصدور لا تخفى عليه خافية في الأرض ولا في السماء. نحمده سبحانه ونشكره ونستعينه ونستغفره ونسأله قلوبا خاشعة وألسنة ذاكرة وجوارها في طاعته عاملة، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله خير من زكى الجوارح بطاعة الله، فكان لسانه ذكرا ونظره رحمة ويده عطاء وخطاه دعوة إلى الله، صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فاتقوا الله عباد الله، فإن التقوى خير زاد ليوم المعاد. Aziz, değerli kardeşler, hürmetli Müslümanlar, ilk önce Allah'tan korkmağı tövsiye ederim. Korkun Allah Teala'dan. Bilin ki təqva qayıdış günü üçün en hayırlı azüqədir. Ve düşünün o günü kalbinizle bir anlık o mənzərəni, o səhnəni təsəvvürünüzdən keçirdin. O günün əzəmətini, dəhşətini ve xəyal et. Nəfsivi o gündə ve fikirləş. Kulun halını Allah Taala'nın önünde səslərin sustuğu o gün yalnız həqiqətlər danışacaq. O gün tərəzilər qurulacaq. O gün səhifələr açılacaq. Sərgilənəcək. İnsanlar aləmlərin Rəbbinin huzurunda duracaq. Üzür gətirmək istəyəcəksən, lakin ağzın möhürlənəcək. İnkar etmək istəyəcəksən, lakin əlin danışacaq. Getdiyin yolu gizlətmək istəyəcəksən, lakin ayaqların şahidlik edəcək. Baxışlarını inkar etmək istəyəcəksən, lakin gözlərin də şahidlik edəcək. Bu dünya hansı ki əzaların ramı idi sənə, əmrindəydi, İstediğin kimi idare edirdin. Lakin kıyamet günü şahit olacak. O ezalar ya aleyhine ya lehine. El-yevme nehtimu ala afvahihim ve tukellimuna eydihim ve teşhedü erculuhum bima kanu yeksibun. Bugün onların ağızlarına mühür vurulacak. Elleri bizimle danışacak. Ayakları kazandıklarına şahit olacak. Fikirləş, düşün bu ayəni. Demir dilləri danışacaq. Buyurur ki, onların əlləri bizimlə danışacaq. Çünkü dil, ağız o gün bağlı olacaq. Baxmayaraq bu dünyada müdafiə edirdi səni. O gün mühürlənəcək. Hətta izə cəuhə şəhidə aleyhim səmuhum وَأَبْصَارُهُمْ وَجُلُودُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ. Nihayet o gün geldiklerinde şahidlik edecek kulakları, gözleri, derileri onların ettiklerine. وَقَالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدْتُمْ عَلَيْنَا. Diyecekler derilerine, ne için bizim aleyhimize şahitlik ettiniz? قَالُوا أَنْتَقَنَ اللّٰهُ الَّذ۪ي أَنْتَقَ كُلَّ شَيْءٍ. Diyecekler ki her şeyi danıştıran Allah Teala bizi dile getirdi, danıştırdı. Ve şahit, işte sana yad bir kimse olmayacak. Uzak bir kimse olmayacak, yad bir şey olmayacak. Şahit senin özünden olacak. Ve aleyhine olacak. Enes İbni Malik radıyallahu anhu diyor ki, necə ki İmam Müslim rivayet edip, Peygamber sallallahu aleyhi ve sellemin yanındaydık. Güldü. Dedi ki, bilirsiniz neye güldürəm? Dedi ki, Allah ve Resulü bilər.
Dedi ki, qulun Rəbbi ilə danışmasına, söhbət etməsinə, deyir ki, ey Rəbbim, məgər sən məni zülümdən qorumadın, sığınacaq vermədin? Deyər Allah Teala, bəli. Deyər ki, qul, elə isə mənə şahidi özümdən başqasını etmə. Deyər ki, Allah Teala, bugün sənin özünə şahid olmağın yetərlidir. Həmçinin hörmətli yazarların, yəni mələklərin, hansılar ki yazırlar, onların şahidliyi kifayətdir. Sonra onun ağzına möhür vururlar və əzalarına deyilər ki, danış və danışar etdiyi əməllər haqda. Sonra ona söz verirlər, danışmaq imkanı verirlər və deyər ki, qul öz əzalarına uzaq olun, həlak olun. Buna görə sizi müdafiə edirdim. Allahu Akbar. O əzalar hansı ki müdafiə edirdi, o gün şahiddi onun əleyhinə. Elə zənn edirdi ki, şahid insanlar olacaq. Çətinlik, məşəqqət insanlardan gözləyirdi. Halbuki şahid öz nəfsindəndir. Elə zənn edir ki, günah bitib, qurtarıb. Halbuki günah qorunub, saxlanıb. Əzalar danışacaq. Aləmlərin Rəbbi heç kimə zülm etməyəcək. Elə isə düşün, nə deyəcək dilin? Qiyamət günü o gün nə danışacaq? Deyəcəyimi ki, Allah'ı zikr etdim. Allah'ın kitabını oxudum. Müsəlmanlara nəsihət etdim. İnsanların arasını düzəltdim, islah etdim. Yoxsa deyəcək ki, qeybət etdim, yalan danışdım, böhtan attım, istehza etdim, kimisə söydüm, Allah'ın razı olmadığı şayələri yaydım. Buyurur ki, sallallahu aleyhi ve sellem, kim mənə iki çənəsi arasında olana və iki ayağı arasında olana zəmanət verərsə qorumağına, ona cənnəti zəmanət verərəm. Gözün nə deyəcək? Deyəcəkmi ki, ağladım Allah üçün, Allah qorxusundan, baxdım Allah'ın kitabına, gözümü haramdan çəkdim. Yoxsa deyəcək ki, harama baxdım, insanların eyiblərini araşdırdım, özüm üçün şəhvət, qəflət qapısı açdım. Nə deyəcək qulağın? Deyəcəkmi ki, Quranı dinlədim, elmi eşitdim, nəsihətə qulaq astım. Yoxsa deyəcək ki, qeybəti eşitdim, batilə qulaq astım, qəlbi xəstələndirən nə varsa onu eşitdim. Əbu Hureyra radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Adəm övladına zinadan payı, nəsibi yazılıb. Bu qaçılmazdı, ona çatacaq. Gözlərin zinası baxmaqdır, qulaqların zinası eşitməkdir, dilin zinası danışmaqdır, əlin zinası toxunmaqdır, tutmaqdır, ayağının zinası addımlamaqdır, getməkdir. Qəlb istəyir, arzuluyur, övrət isə onu təsdiqləyir ya da ki, yalanlayır. Fikir ver, Allah rəhm etsin sənə, göz qapıdır, qulaq qapıdır, dil qapıdır, əllər qapıdır, ayaqlar qapıdır, qəlb isə onların hökmüdarıdır, istəyir, arzuluyur. Və kim bu dünyada əzalarını qoruyubsa, qiyamət günü nicat tapacaq, uğur tapacaq, əzaları onun əleyhinə şahid etməyəcək. Lakin kim əzalarını haramda sərbəst buraxıbsa, xatırlasın o günü, o gün hansı ki ağızlar möhürlənəcək, əzalar danışacaq. Və elə bilmə ki, əzalar öz-özlüyündə şərdir, xeyr, əsla. Əzalar neymətdir, göz neymətdir, qulaq neymətdir, dil neymətdir, əllər, ayaqlar əzəmətli neymətdir. Lakin sual, bu neyməti nədə istifadə etmirsən? Deyir ki, sallallahu aleyhi ve sellem, insan üçün, hər bir oynağı üçün, hər bir fəqərəsi üçün, günəşin doğduğu hər gün bir sədəqə var. İki nəfərin arasını düzətmək, ədalətli hökm vermək sədəqədir. Kişini bir kişiyə kömək etmək, onu miniyində daşımaq sədəqədir. Onun yükünü öz miniyinə qaldırmaq, daşımaq sədəqədir. Gözəl söz sədəqədir. Namaza
Attığın, getdiyin her bir addım sədəqədir. Yoldan əziyyət verən bir şeyi götürmək sədəqədir. Subhanallah, eyni əzalar, hansı ki qulun əleyhinə şahidlik edəcək, o əzaları qulun lehinə şahidlik etmək üçün istifadə etmək olar. Dil, hansı ki gözəl kəlmə ilə sənin xeyrin üçün şahidlik edə bilər. Əl, hansı ki ehtiyac sahibinə kömək edəcəksə, sənin şahidin olacaq. Ayaq, hansı ki namaza addımlayacaq, sənin xeyrinə şahidlik edəcək. O göz, hansı ki Allah üçün ağlayacaq, sənin şahidindir. O qulaq, hansı ki haqqı eşidəcək, Allahın kəlamını eşidəcək, sənin şahidindir. Və elə bilmə ki, şahid ancaq əzaların olacaq, əsla. Üzərində gəzdiyin torpaq da şahiddir. يَوْمَيْذٍ تُحَدِّثُ أَخْبَارَهَا O gün öz xəbərini danışacaq, yəni yer. Ona görə İmam Tirmizi nəql edib Peyğəmbər sallallahu aleyhi və səlləmdən ki, Peyğəmbər bu ayəni oxuyandan sonra dedi ki, ətədrunə mə əxbəraha. Bilirsiniz nədir xəbəri? Dedilər ki, Allah və Rəsulu bilir. Dedi ki, xəbəri odur ki, yer şahidlik edəcək qul üçün və ya kənis üçün onun üzərində etdiyi əməllərinə görə. Deyəcək ki, filan və filan gün bu və bu əməl etdin. Bu da onun xəbəri. O yer, hansı ki Allah Taala'ya asi olmusan onda, o məkan, hansı ki günah etmişsən orada, elə bilmə ki unudulub. Və ya o yer unudub onu. O yol, hansı ki o yolda harama doğru addımlamısan, elə zənn etmə ki, eləcə sakit qalacaq. O künc, bucaq, hansı ki insanların gözündən gizlənmisən, bil ki Allah Taala'nın daima nəzarətində olub. Bununla yanaşı, o torpaq, o yer öz-özlüyündə sənin üçün şahidlik edə bilər. İmam Buxari rəvayət edir. Əbu Səid el-Xudridən. Əbu Səid el-Xudri xitab edir təbiinlərdən birinə. Abdullah ibn Abdurrahman ibn Əbi Sa'saya. Hansı ki heyvanları var idi, sürüsü var idi, qoyun sürüsü. Ona xitab edir, deyir ki, görürəm ki, sən səhranı, qoyunları sevirsən, çöl həyatını istəyirsən. Elə isə qoyunların arasında olduqda, səhrada olduqda, namaza azan verdikdə səsini azanla yüksəlt. Müəzzinin səsini eşidən, istər cin olsun, istər insan olsun, onun səsini eşidən hər bir şey qiyamət günü onun üçün şahidlik edəcək. Sonra deyir ki, mən bunu Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdim. Bax ey Allahın qolu, eyni torpaq, eyni yer hansı ki orada asi olunub, necə asi üçün onun əleyhinə şahidlik edəcəksə, itayətçərin lehinə, xeyrinə də şahidlik edə bilir. O məkan, hansı ki günaha şahiddir, eləcə də namaza, Allahın zikrinə, azana, səcdəyə də şahiddir. Rəvayət olunur Həsən el-Basridən, Rahiməhullahdan, deyir ki, günəşin doğduğu elə bir gün yoxdur ki, o gün bir carçı səslənməsin, deməsin ki, ey Adəmoğlu, mən təzə günəm, əməlinə şahidəm, məndə xeyr et ki, mən getdiyimdə qiyamətə kimi qayıtmayacam. O gün hansı ki gedəcək, ömründən gedən gündür, bir daha qayıtmayacaq. O saatlar hansı ki itirilir, geri dönməyəcək, lakin baxışlar yazılacaq, kəlmələr yazılacaq, addımlar yazılacaq, xəlvətlər yazılacaq. Elə isə gününü elə keçir ki, sənin xeyrin üçün, lehin üçün şahid olsun və sonra bilin ki, əzaları ən əzəmətli islah edən, düzəlməsinə səbəb olan qəlbdir. Əgər o salamat olarsa, sağlam olarsa, dildə sağlam olacaq, əldə sağlam olacaq, gözdə sağlam olacaq, qulaqlarda sağlam olacaq, ayaqlarda həmçinin. Deyir ki, sallallahu aleyhi və səlləm, bilin və agah olun ki, cəsəddə bir ət parçası var. O sağlam olarsa, salamat olarsa, bütün cəsəd sağlam olar. O fəsada uğrayarsa, bütün cəsəd fəsada uğrayar. Bilin ki, o qəlbdir. Allahım, dilimizi səni zikr edən et. Qəlblərimizi səndən qorxan, gözlərimizi haramdan çəkinən et. Allahım, qulaqlarımızı haqqı eşitməyə müvəffəq et. Allahım, əllərimizi xeyirdə işlət. Qədəmlərimizi itayətinə addımlat. Allahım, əzalarımızı bizim lehimizə, xeyrimizə şahid et, əleyhimizə etmə. Allahım, bizə səmimi tövbə nəsib et.
Günahlarımızı bağışla, eyiblərimizi ört, qəblərimizi, əməllərimizi islah et. Allahım, İslamı, müsəlmanları izzətli et. Harada zəif müsəlmanlar varsa onlara kömək ol. Azlarını doyur. Allahım, ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Allahım, bu diyarı əmin-amanlıq diyarı et. İbadallah, İnnallaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil munkeri vel fahşai vel munkeri vel baghi ya'idukum la'allakum tezekkerun. Rabbil alamin. والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا عباد الله فاذكروا الله العظيم يذكركم واشكروه على نعمه يزدكم ولذكر الله أكبر والله يعلم ما تصنعون وأقم الصلاة